Bacım gecə saat 4-ün yarısı mənə zəng edib, özümü çox pis hiss edirəm, anama tez gəlməsini söylə dedi. Bunu Baku TV-yə açıqlamasında Ülker Yaşar qızı bacısı Ülviyə Yaşar qızının ölümü ilə bağlı danışarkən deyib. Anam ora çatana qədər bacımın qızı məni görüntülü zənglə yığıb, "Xala, qorxuram, anam yerə yıxılıb" dedi. Kameranı bacıma tərəf çevirəndə gördüm ki, o bir nöqtəyə baxır, həyatını itirib. Qolunda təzyiq aparatı var idi, elə də yıxılıb, ağzından köpük gəlirdi. Çox çətin olacaq, qızı Gülnara baxmaq mənim öhdəliyimə düşür deyə Ülker bildirib. Xalq artisti Firəngiz Mütəllimova bununla bağlı paylaşım edib. O, mərhum sənətçi və qızı ilə arxiv fotolarını yayımlayaraq bunları yazıb. Ülviyənin vaxtsız həyatdan keçişinə hələ də inana bilmirəm. Allah məkanını cənnət eləsin, Allah ailəsinə səbir versin. Aktyor Nicat Rəhimov bugün vəfat edən dayısı xalq artisti Yaşar Nurinin qızı Ülviyə ilə bağlı paylaşım edib. Nicat Instagramda Ülviyənin fotosunu paylaşaraq bunları yazıb. Allah rəhmət etsin Ülviyə, çox heyif deyə bildirib. Qeyd edək ki, mərhum xalq artisti Yaşar Nurinin böyük qızı Ülviyə Yaşar qızı noyabrın 15-də səhər saatlarında ürək çatışmazlığından vəfat edib. Azərbaycanda tanınmış meyxanaçı qəzaya düşüb. Meyxanaçı Bəxtiyar Salayev Bakı-Quba yolunda avtomobillə qəza keçirib. O, təcili tibbi yardımla dövlət xəstəxanalarının birinə aparılıb. Ona ilkin yardım göstərildikdən sonra müalicəsini ambulator qaydada davam etdirmək üçün evə buraxılıb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Bəxtiyar Corat bağlanmış ANS televiziyasında meyxana yarışmasının iştirakçısı olub. Şəkidə 50 yaşlı kişi qətlə yetirilib. Hadisə dünən saat 18 radələrində Şəki rayonunun Turan qəsəbəsi ərazisində qeydə alınıb. 1975-ci il təvəllüdlü Mehman Bayramov kəsici alətlə qətlə yetirilib. 1975-ci il təvəllüdlü Mehman Bayramov kənd ərazisində kafe işlədirmiş. 24 yaşlı Sədi Heydərov da kafeyə gəlib. Kafedə Sədi Heydərovla Mehman Bayramov arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Sədi Heydərov Mehman Bayramovu ürəyindən bıçaqlayıb. Mehman hadisə yerində dünyasını dəyişib. Hadisədən sonra Sədi Heydərov könüllü olaraq polisə təslim olub. Faktla bağlı araşdırma aparılır.